Birinci sualda deyir ki, n elementli çoxluğun ad çoxluqlarının sayı hansı düsturla hesablanır? Bir çoxluğun n sayda elementi varsa, ad çoxluqlarının sayı necə hesablanırdı? 2 üstü n düsturu ilə. 17.1-də deyir ki, n elementli çoxluğun neçə boş olmayan ad çoxluğu var? İstənilən çoxluğun içərisində bir dənə boş çoxluq olduğuna görə, onda boş olmayan ad çoxluqların sayı necə hesablanacaqdır? 2 üstü n minus 1. 17.2-də deyir ki, n elementli çoxluğun neçə k elementli ad çoxluğu var? N elementli çoxluğun k elementli ad çoxluqlarının sayı kombinizon n-lə k düsturu ilə hesablanırdı. 17.3-ə baxaq. Verilən qaydalarla bağlı tətbiqi sualdır. Deyir ki, verilən çoxluğun neçə ad çoxluğu var? Ad çoxluğun içərisindəki elementlər 1, 7, 3, 4, 5, 9. Yəni bu çoxluğun 6 dənə elementi vardır. Onda ad çoxluqlarının sayı necə hesablanacaqdır? 2 üstü 6 ilə. B variantında nəyi soruşur? Neçə boş olmayan ad çoxluq var? Necə dedik? Boş olmayan ad çoxluqların sayı 2 üstü 6 minus 1 düsturu ilə hesablanacaq. C variantında deyir ki, elementləri sayda olan neçə ad çoxluq var? Yəni sən buradan əvvəlcə sadələri seçsən, 3, 5-i seçsən, 7, 3, 5. Görərsən ki, burada 3 dənə element saydədir. Həmin 3 elementin əmələ gətirdiyi ad çoxluqlar 2 üstü 3-dür. Amma bizdən saydəni istəyir deyə orada nə etməlisiniz? Boş çoxluğu çıxmalısınız. D variantını da analoji olaraq necə yaza bilərsiniz? Yenə buradan bizdən nə istəyir? Mürəkkəbləri. Mürəkkəblər hansılardır? 4 və 9-dur. Neçə element mürəkkəbdir? 2 element. Əmələ gətirdiyi ad çoxluqların sayı neçə olacaq? 2 üstü 2. Nə etmək lazımdır? Boş çoxluğu çıxmaq lazımdır ki, yalnız mürəkkəblər olsun. Y variantında sizə deyir ki, 3 elementin iştirak eləmədiyi neçə ad çoxluq var? Yəni burada 3 elementi iştirak eləməsin. 3-ü buradan silsən, neçə element qalar? 5 element qalar. Həmin 5 elementin də əmələ gətirdiyi ad çoxluqlarının sayı 2 üstü 5 düsturu ilə hesablanacaqdır. F-də deyir ki, neçə 2 elementli ad çoxluğu var? Neçə k elementli ad çoxluğu var deyirsə, biz onu necə hesablayırıq? Kombinizonla. Deməli, burada 6 element var. 6 elementdən 2 elementli ad çoxluqların sayı necə seçilir? 6-dan 2 ilə. Bəs 3 element necə olacaqdır? Bəli, 6-dan 3 olacaqdır. N variantında bizə deyir ki, bu biraz daha maraqlıdır. Bir elementinin olmadığı, 3 elementin mütləq olduğu neçə 4 elementli ad çoxluq düzəltmək olar? Demək, sən 4 elementli ad çoxluqlar seçməlisən. Mütləq 4 element olmalıdır. Bir elementi olmasın deyir. Onda nə edək? Biri buradan silək. Və deyir ki, 3 elementi mütləq olsun. 3 elementi artıq seçilibdir. Daha seçmə girməyəcəkdir. Yəni sən burada 3-ü seçmisən. Daha 3-ü seçməli deyilsən. İndi baxaq. Biz neçə element seçməli idik? 4 element. Sən 3 elementi seçmisənsə, 3 elementini seçmisənsə, yəni birini seçmisən. Artıq sən neçəsini seçməlisən? 3-ünü seçməlisən. Cəmi 4 nəfər uşaq seçməliydin. Birini seçmisənsə, sən artıq 3 nəfər seçməlisən. Həmin o 3 nəfəri neçə nəfərin içərisindən seçməlisən? Seçməlisən buradakı 4 nəfərin içərisindən. Demək, cavab olacaqdır kombinizon 4-dən 3. Biri niyə sildiniz? Bir elementi olmalı deyildi. 3-ü niyə sildim? Çünki 3-ü seçmişəm əvvəlcədən. Bu seçimə daxil deyil. Demişdik, bu qaydaylı məsələdir. 3 seçimə daxil olmur. 4 elementdən sən artıq bir elementi seçmirsən, yerdə qalıb 3 element. O 3 elementdə kimlər qalıbsa onlar üzərindən seçiləcəkdir. Deməli, cavab oldu kombinizon 4-dən 3.